aya düşür, yarısı başqa aya düşür. İndi izah elədiyimdə bir ayın içində idi. Baxın, 10 iyuldan 23 iyul idi. Bir ayın içində olduğuna görə bizə rahat oldu. İndi biz 2 aya baxırıq ki, məzuniyyətin yarısı bir aya, yarısı digər aya düşəndə necə hesablama aparırıq? Deyir Murad Kərimov müəssisədə maliyyə analitiki vəzifəsində çalışır. O 20 iyul 2026-cı il tarixindən 10 avqust 2026-cı il tarixinədək 22 təqvim günü müddətində illik əmək məzuniyyətinə çıxır. Deməli, iyuldan avqusta qədər yarısı iyula düşür, yarısı avqusta düşür. İndi biz bunun hər iki vəziyyəti hesablamalıyıq və müqayisəsini aparmalıyıq. Məzuniyyət müddəti 2 aya, iyul və avqust aylarına düşür. Son 12 ay üzrə ümumi əmək haqqısı 33.900 manat təşkil etmişdir. Cari əmək haqqısı isə 3.000 manatdır. Bizim indi bu aşağıya gəlməmişdən əvvəl, yəni bu hissəyə keçməmişdən əvvəl, gəlin indi birinci əvvəlki qayda ilə hesablamamızı aparaq. Əvvəlki qayda. Əvvəlki qayda ilə hesablamamızı aparırıq. Deməli, necə edirik hesablamamızı? Son 12 ayın gəlirlərini toplayırıq. Bizə verilib burada 33.900 manat. Bölürük 12-yə, tapırıq bir ayına düşəni. 2825 manat. Təkrar baxıram, gözümdən nəsə yayınsa siz də köməkli edin. Ola bilər gözümdən 33.900-ü böldük 12-yə. 2825 manat ortalaması oldu. Daha sonra 2825 manatı da bölürük 30/4'e. 92 manat 93 qəpik. Bir günlə düşəni tapdıq 92 manat 93 qəpik. Ona da vururuq məzuniyyətdəki təqvim günlərinin sayına, yəni məzuniyyət günlərinin sayına. Bu neçə gün idi? 22 gün. 92 manat 93 qəpik də vururuq 22 günlük. Yəni 22 gün məzuniyyətə çıxır. Əvvəlki qayda ilə işçi məzuniyyətə çıxsardı, biz işçiyə 2044 manat 46 qəpik məzuniyyət haqqı hesablayıb ödəyəcəkdik. İndi yeni qaydaya baxırıq. Yeni qayda. Yeni qaydada necə olacaq? Hər ay üçün ayrı-ayrı hesablayacaq. Cari əmək haqqısı yenə də 3000 manatdır. Bu dəyişmir, rahat olsun deyə sizə cari əmək haqqını yazmışam 3000 manat. Deməli, ümumi iş günlərinin sayı, deməli, birinci baxırıq iyul ayına, sonra baxırıq avqust ayına. İyul, belə baxaq. İyul ayına. İyul ayında necə tapırdıq biz? İyul ayında biz işçinin cari əmək haqqısını, yəni 3000 manatı bölürük iyul ayındakı iş günlərinin sayına 23-ə. Tapırıq bir gününə düşəni. Bunun günlük əmək haqqısı 130 manat 43 qəpikdir. İllik əmək haqqısı 130 manat 43. Daha doğrusu günlük əmək haqqısı 130 manat 43 qəpikdir iyul ayında. Bunu da 130-43'ü də vurmalıyıq. İyul ayında məzuniyyətin içinə neçə iş günü düşür? Baxın, iyulun 20-sindən çıxıb, iyulun 20-sindən iyulun 31-nə qədər 10 iş günü düşür. Vururuq 10'a. İyul ayı üçün aldığımız məbləğ budur. 1304 manat 30 qəpik. Bir də biz bunu aparırıq avqust ayı üçün. Avqust ayı üçün. Avqust ayı üçün aparanda da yenə eyni qaydada cari əmək haqqısının 3000 manatı bölürük. İyul ayındakı, daha doğrusu avqust ayındakı iş günlərinin sayına 21 iş günümüz var avqust ayında. Tapırıq 142 manat 86 qəpik. 142 manat 86 qəpik. Daha sonra 142 manat 86 qəpik də vurmalıyıq. Avqust ayında neçə iş günü var? Ümumi yox, məzuniyyətdə düşən. Avqustun 1-dən 10'a qədər aralığa da 6 dənə iş günü düşür. 6'ya. 857 manat 16 qəpik də elədi bizim avqust ayındakı belə deyə haqqımız. İndi biz bunların
1400, 1000 daha ən yaxşısı belə tapaq. Bunun üstünə gəlirik bunu. 2161 manat 46 qəpik. Bu adamın bayaqları məzuniyyət haqqı 2044 manat 46 qəpik eləmişdi. Yeni qaydada elədi 2161 manat 46 qəpik. Deməli ki, bu çox olduğuna görə biz 2161 manat 46 qəpik işçiyə məzuniyyət haqqı ödəyirik. Sualı olan varmı? Çox gözəl, əla.